Deməli, 13-cü sualdan davam edirik. 13-cü sualda burada nə düşübdür? Tabelilik. Bir dəqiqə. ABS mürəkkəb cümlədir. İzah eləyək bunu da. İmtahanda olmayacaq, amma izah eləyək. Doğru fikirlər deyirsə, gah yağış yağır, gah külək əsir. Bu nədir ümumiyyətcə? Nə demək istəyirəm? Yəni ki, nə ilə bağlanır? ABS mürəkkəb cümlədir. Hər iki cümlədə ümumiyyətlə cırcıramaların səsi eşidilir, çəçi-çotun ətri insanı məst edir. Əsirdir nə külək, yağır nə yağış. Eşidilir nə cırcıramaların səsi, məst edirdi nə çəkili-çotun ətri. Üstəd ABS mürəkkəb cümlədə avtomatik 2 səhvdir. Çünki ortada olmalıydı. Bu Euler-Venn diaqramı kimi bir şeydir. Cümlənin tərkib hissələri bağlayıcı ilə bağlanır. Bəli, gah var, amma bu birisində yox. Deməli, biz doğrudur. Hadisələr eyni zamanda baş verir. Baxsaq, buradan bölsək, eyni zamanda adım yerini dəyişək. Çəkili-çotun ətri insanı məst edirdi, cırcıramanın səsi eşidilir. Bəli, amma bu birisi bölüşdürmədir, gah-gahdaya görə. 2 qrammatik əsasdan ibarət. 2 qrammatik əsas nə deməkdir? Yəni, mürəkkəb cümlədir. Deməli, bu da ortada olmalıydı. 2 ilə 4 ona görə səhvdir. Baş sözlər söz birləşməsidir. Burada yağışda axı söz birləşməsi. Burada amma söz birləşməsi. Demək 5-də səhvdir. Xəbərlər indiki zamanda olan feildir. Baxaq, əsirdi, gedirdi. Məntiqimizə düz gəlməyəcək bu. Bax, deyirəm ki, o uşaq vaxtı idmana gedirdi. Baxsan ki, bu keçmiş zamandır. Amma elə deyil. Ir zamandır, d isə hissəcik. Birinci hansıdırsa o zaman sayılır. İkincisi isə hissəcik. Demək, cavabımız 1, 3, 6. Y variantı. Tabelilik və tabesli əlaqəsi. Bayaq dedim mən, səhv eləmirəmsə sualda. Tabelilik və tabesli əlaqəsinin %90% deyirəm. Yəni, bu qayda deyil bu hər hansı bir. Əgər cümlədə və varsa və ya vergül varsa, ümumiyyətcə və varsa dəqiqdir. Vergül varsa, deməli %90% bir tapırıq da burada. Yəni, deməli olacaq. Yəni, vergül nə deməkdir? Həmcinsin vergülündən gedir söhbət. Deməli, burada tabesli əlaqəsi olacaq. Baxaq, burada və var. Heç baxmadan bilirəm. Əgər bir cümlə varsa, orada tabellik əlaqəsi mütləq var. Tabesli əlaqəsi də və ilə tapıram. Deməli, bir də var. Baxaq, başqa belə bir şey varmı? Burada vergül var. Ehtimal ki, bu da olacaq cavab. Baxaq, bu cür tapmaq olurmu? Burada da var. 1, 3, 4 var mı belə variant? 14 D variant. Bəli, bu qədər rahat. Yəni, burada ümumiyyət tabeslik həmcinslərdə olur. Bir də mürəkkəb cümlənin tərkibində. Onsuz bir cümlə varsa, orada avtomatik tabellik əlaqəsi olur. Gəldik 15-ci suala. Alın söz əsasında. Alın nədir? Bədən üzvləri qaydamızdır. Yəni, buna mənsubiyyət artırsaq, sonundakı ı düşər. Təsirli halda olan isimdirsə, alını, belə olacaq, iyi oldu bu. Kökdə şahid itirir, yox, itirmir axı. 3 hecalıdır, baxaq, 1, 2, 3, bəli. 2 düzdür. Yəli halda olan isimdən ayrı işlənə bilir. Ümumiyyətcə, bu nə əlaqəsi var ki? Onun, burada əgər mənsubiyyət olsaydı, bitişik ola bilərdi. Ümumiyyətcə, belə şey yoxdur, yəni. Yəli halda ayrı işlənsin də, belə bir qayda yoxdur. Yəni, sanki bunu belə düz götürmək üçün mü veriblər, nə eləmək üçündür, başa düşmədim bunu. Sonra, məsəl üçün, alın bizimdir. Maraqlı oldu. Alın mənimdir. Nəysə da, yəni belə bir şey yoxdur ümumiyyətcə. İsmə məxsus bütün qrammatik şəkilçilər qəbul edir. Bayaqki sualdakı kimidir. Adlı xal hər şeyi qəbul edə bilmir. Çünki halı qəbul eləmir. Eləsə adlı xal olmayacaq. Cavab oldu 2, 3, C variantı. Baxaq 16-ya. Bütün cümlə üzvləri olsun deyir. Baxaq. Festivala gələn qonaqlar. Çox həyəcanlanmışdılar. Həyəcanlanmış kim qonaq? Hansı qonaq? Festivala gələn. Necə həyəcanlanıb? Çox. Daha doğrusu nə qədər? Oldu zəiflik. Davam eləyək. Məktəbdə səslənən çıxış direktoru xeyli təəccübləndirdi. Bax, təəccübləndirdi. Nə çıxış? Hansı çıxış? Məktəbdə səslənən feil sifət tərcüh edir. Kimi? Direktoru tamamlıq nə qədər təəccübləndirir? Xeyli, elə cavabımız B variantı.
Digərlərinə də baxaq görək nəymiş. Deməli, Aydəmirin bizə gəlişi qonşuların marağına səbəb oldu. Səbəb oldu. Nəyə? Nəyə səbəb oldu? Qonşuların marağına kim? Aydəmirin gəlişi. Nə səbəb oldu? Belə. Lazımdır. Nə lazımdır? Kitab oxumağın faydasını hamıya anlatmaq. Məsləhət tərkibi. Biz evdən çıxanda qocalmış Qəzənfərəm gözləyirdik. Bax, gözləyirdi kim? Qəzənfərəm. Hansı Qəzənfərəm? Qocalmış. Nə zaman? Biz evdən çıxanda. Tamamlıq yoxdur burada da. Düzəltmə və mürəkkəb tərz hərəkət zərfidir. A-da bir dənə göz ucu var. Bu mürəkkəbdir. B-də bu sadədir. Bu da mürəkkəbdir. Bu da olmaz. Dünənki ümumiyyətcə unutmayaq bu sifətdir. Bir dənə var düzəltmə. Kitab içəri daxil oldu. Bir dənə burada var. Göz ucu mürəkkəbdir. Göz ucu. Bu da təmkinlə. Necə? Cavab oldu. E variantı. 18-ə baxırıq. Düzgün fikir dərsi. Ədatla homonimliyi olan bağlayıcı. Bu buraxılışa da düşürdü bu sual. Ədatla homonimliyi olan bağlayıcı. Yəni bağlayıcıdır. Baxın bura. Kərim etiraz etmək istədi. Amma o əl çəkmədi. Ancaq burada bağlayıcıdır. Amma ancaq deyə bir ədat da var. Deməli bu düzdür. Mən ki damdan, bacadan baxmazdım. Burada bağlayıcı işləmir. Bunun özü ədatdır. Ədatlarla homonimliyi olan say. Baxaq, mən bircə adam. Mənə bircə adam verərsin. Bəli. Burada bir var. Bir nədir? Saydır. Deməli, ədat da var axı belə. Bir, mən səni istəyirəm. Tək mən səni. Deməli, 3 də düzdür. Sonra davam edirik. Cavab 1-3 var imiş ki. Cavab C. Sənin bu davranışın çox nəzakətlidir. Bu ədatdır. Yəni say deyil. Davam edirik. Sifət gəlibdir. 19-cu sual. Təsviflənməyən feilin hamısı. Oxuyandan qabaq bu feil sifət, müəllimi dinləyənin feil sifət. Burada qazanması məstər. Feil bağlama yoxdur. İşləyəndə görüləcək baxmaq. Cavabımız oldu bu. Gələcəyə baxmaq məstərdir. Unudan feil sifətdir. Gələndə var. Bir dənə burada da başqa yoxdur. Gələcəyə mim olmaq var. Başqa da yoxdur. Bu isə zaman. 20-ci sualımıza baxaq. Hansı cümlədə müxtəlif suallara cavab verən tamamlıqlar işlənib? Baxaq. Sevil məktubu yazarkən çoxlu rəngli qələmlərdən istifadə etdi. İstifadə etdi kim? Sevil. Nə zaman yazarkən nədən qələmlərdir? Burada bir dənədir. Bu məktubu yazarkən səhvləşdir. Ona görə bu olmaz. Poçtalyon dünən oğlumdan məktub gətirdi. Gətirdi kim? Poçtalyon. Kimdən? Oğlumdan nə gətirdi? Məktub gətirdi. Buradakı ümumiyyətcə məktub gətirdi, su içdi, nə bilim, çörək aldı. Bu məntiqlə nəyi sualına cavab verir? Amma qeyri-müəyyən 2 dənə halımız var. Qeyri-müəyyən yiyəlik və qeyri-müəyyən təsirli. Bunların hər ikincisinin sualı nədir? Nəyi deyil? Bu belə da belə oldu. Bir dəqiqə bunun biz buradan baxaq. Bir dəqiqə, burada sualın ardı var idi. Sualın ardı düşməmişdi həmin PDF-də. Mən kitabdan, qələmdən, əlcəkdən istifadə edirəm. Nədən? Hər ikisində nədən sualına cavab verir. Gecəni dağlarda keçdi, sonra meşəni gəzdi. Buradakı gecəni zaman zərfi. Nə vaxt gecəni? Yəni gecəni. Burada gəzdik haranı? Meşəni. Burada tamamlıqdır, amma buradakı zaman olacaq. Belə. Bu səhifəmizi bitirdik.